Bismillah, elhamdülillah. Allah Teala insanı şuurlu yaradar. O şuurla ki insan öz Rəbbini tanıyar, öz Rəbbinin yolunu gedər. Necə ki Allah Teala ayətdə belə buyurur. فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فِطْرَةَ اللّٰهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا لَا تَبْدِيلَ لِخَلْقِ اللّٰهِ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ. Üzünü hənif olaraq Allahın dininə çevir. Bu Allahın şuurlu olaraq yarattığı bir fitrətdir. Allahın yarattığında heç bir dəyişiklik yoxdur. Doğru, düzgün din budur. İnsanların çoxu bunu bilməz. Deməli, Allah Teala şuurlu fitrət üzərə insanları yaratdığını deyir. Yəni ki, o şuur, o fitrət ki, insan öz Rəbbini tanıyır, öz Rəbbinə tabi olur. Yəni, bəs nəyə görə insanlar Allah Teala'yı tanımır, Allah Teala'nın yolunu getmir? Əgər insan şuurlu yaranıbsa, fitrət üzərə yaranıbsa, səbəblər nədir ki, insan öz şuurundan, öz fitrətindən azır? Yəni, səbəblər çoxdur. Ən əsas 3 səbəbini deyəcəm insanın fitrətdən azmağının. Birincisi şeytandır. Yəni, şeytan insanı azdırır. Şeytan Allah Teala'ya vəd verib, Allah Teala da ona vaxt verib ki, insanları imtihan etsin deyə. Və şeytan da insanları azdıraraq, insanları öz fitrətlərindən pis yollara azdırır ki, insan öz fitrətini artıq dəyişir. Fitrətini dəyişir. İkinci olaraq, babalar dediklərimiz, yəni örf. İnsanlara haqq gəldikdə, din gəldikdə, Quran gəldikdə deyir ki, bəs mən atalarımı, babalarımı belə gördüm. Bəs elə dədə nənəmdən belə gördüm. Bu söz bizdə də məşhurdur ki, həmçinin bunu Məkkə müşrikləri də Peyğəmbərə deyirdi. Peyğəmbər onlara din başa saldıqda dedi ki, bizim babalarımız belə gördük. Babalardır ki, gördüyüdür ki, insanın batil yolda olan təbii ki, ədət-ənənələr, batil baba yollarından söhbət gedir və onların arxasına gedərək öz fitrətini bozmuş olur. Üçüncü də insanın qəflətdə olmasıdır, qəflətdə olmasıdır. İnsan qəflətdə olur, heç bir haqdan xəbəri olmur ki, insanın qəflətdə olması, oyanmaması, yataraq yaşaması, araşdırmaması, din nədir, dünyaya nəyə gəlib, bu da səbəb olur ki, insanın fitrəti bozulmağa. Ona görə bu şeylərə diqqət edin, öz fitrətiniz üzərə yaşayın. Bərakallahu fikum.